Bismillahirrahmanirrahim. Değerli dinleyiciler, axı bir insan bir digəri görüşəndə birinci salam verməlidir. Amma biz namazda görürük ki, namazımız başlayır Allahu Ekber və sonunda isə salamla bitiririk. Niyə namazın əvvəlində salamla başlamırıq və namazın axırını salamla tamamlayırıq? Bu bir sualdır və buna cavab da budur ki, namazın əvvəlində bəndələrdən ayrılmağa və Allaha vəsl olmağa işarədir. Namazın əvvəli bəndədən ayrılmaq və Allaha bağlanmağa işarədir. Ona görə Allahu Ekberlə başlayır. Amma sonunda isə təzədən bəndələrlə rabitə qurmağa insan başlayır. Ona görə də salamı peyğəmbərlərə verir, sonra salamı salih bəndələrə verir, özünə də salam verir. Əvvəldə bəndələrdən rabitə kəsilir, Allahın adı ilə başlayır, axırda isə Allahın bəndələrinə qayıdır deymən, onlarla rabitə başlayır deymən, axırda salam verilir. Eyni bir misal da demək olar ki, hava limanından təyyarə qalxır. Yerlə əlaqəsi kəsilir. Amma eniş edəndə təzədən yerlə, yerdəkilərlə əlaqə qurulur. Allah hamınızdan razı olsun.